Salam, kanalıma xoş gəldiniz. Gününüz xeyirli, uğurlu olsun. Bu videoda mən alma cemi hazırlayacağım. Qabıqsız alma cemi olacaqdır. Siz də bu cür alma cemi hazırlamaq istəyirsinizsə, videomu ötürmədən axıra kimi izləyin. Görün necə hazırlayıram. Deməli, mən burada 3 kiloqram alma istifadə edirəm. 3 kiloqram almanı təmizləyəndən sonra içini və qabığını soyandan sonra mən də 2 kiloqram çəkdim. 2 kiloqram 380 qram alma əldə etdim və həmin almanın üzərinə mən 1 kilo 400 qram şəkər əlavə edəcəm. Mən bu reseptlə elədim. Yəni 2 kilo yarım almadan ötürü 1 kilo yarım şəkər istifadə edirəm. Adətən indi bu qədər alındığına görə burada mən 2 kilo 380 qram almadan ötürü 1 kilo 400 qram şəkər əlavə etdim. Əvvəlcə almaları yuyuram, daha sonra bu cür doğrayıram, içliyini çıxardıram və üzündəyi qabığı soyuram. Əziz izləyicilərim, yaxşı olardı ki, alüminiy olmayan qabda bişirəsiniz. Çünki alüminiydə bişirsəniz dibi tez tutacaqdır. Qabıqlarını və içliyini isə mən suda qaynatdım, süzdüm. Daha sonra suyundan kompot düzəltdim. Budur, artıq almalar hazırdır. Üzərinə 1 stəkan su əlavə edirəm və zəif odda bişirirəm, ağzının qapağını örtərək. Daha sonra kəpini alıram və qoyuram, tamam xub pişsin, pörtlənsin. Pişəndən sonra isə blenderlə əzirəm. Blenderiniz yoxdursa, kartof əzənlə də əzə bilərsiniz. Ehtiyac yoxdur tamamilə əzəsiniz. Yəni bişəndə bunlar böyük hissələri görsənməyəcəkdir, tamam balaca olacaqlar. Belə, indi isə asta xodda bişirirəm, qatılaşana kimi, rəngi dəyişənə kimi və tez-tez gəlirəm, qarışdırıram ki, dibi tutmasın. Qətiyyən gür xodda bişirməyin, çünki hər tərəfə sıçraya bilər və hər tərəfdə bata bilər və yaxud da özünüzü yandıra da bilərsiniz. Asta xodda təxmini 2 saata məndə bişdi. Budur, artıq axırıdır, qatılaşıbdır. Rəngi gördüyünüz kimi dəyişibdir. Böyük qalan parçalar isə, alma kəsikləri isə gördüyünüz kimi hamısı xırdalanıbdır. Bu qədər soyandan sonra bankalara doldururam, ağzını bağlayıb dolaba yerləşdirirəm. İndi isə sizə bunun qatılığını göstərirəm və çörəyə necə yağlı sürtülür, yağ kimi sürtülür.